Bugün sizlərlə egzotermik və endotermik reaksiyaların fərqlərinə baxacağıq. Ümumiyyətlə, kimyəvi reaksiya baş verən zaman ya istilik udulur, ya da istilik ayrılır. Kimyəvi reaksiya zamanı ayrılan və udulan istilik miqdarına kimyəvi reaksiyanın istilik effekti deyilir. Və istilik effekti Q hərfi ilə işarə olunur. Vahidi kJ-la bərabərdir. Və bəzi reaksiyalar vardır ki, bu reaksiyalarda istiliyin ayrılması, bəzi reaksiyalarda isə istiliyin udulması müşahidə olunur. İstiliyin ayrılması ilə gedən reaksiyalara egzotermik reaksiyalar deyilir. Egzotermik reaksiyalarda istilik effektinin qiyməti müsbət qiymət alır, yəni müsbət Q-yə bərabər olur. Endotermik reaksiyalarda isə istiliyin udulması ilə baş verən reaksiyalardır. Və bu reaksiyalar zamanı istilik mənfi Q ilə baş verir. İndi, baxaq görək, hansı reaksiyalar egzotermik, hansı reaksiyalar endotermikdir. Müəyyən edilmişdir ki, birləşmə reaksiyaları və yanma reaksiyaları egzotermik reaksiyaya aid edilir. Birləşmə reaksiyalarını necə seçirik? Reaksiyaya daxil olan maddələrin sayından asılı olmayaraq sonda bir maddənin alınması ilə baş versin. Məsələn, yazıram. H2 üstəgəl xlor 2 yaranır H xlor. Bu reaksiyada 2 maddədən bir yeni maddə əmələ gəldi. Deməli, bu tipinə görə birləşmə reaksiyasıdır. Və birləşmə reaksiyalarında effektin qiyməti müsbət Q olur. Deməli, əksər birləşmə reaksiyaları egzotermik reaksiya hesab olunur. Və egzotermik reaksiyalara əlavə olaraq yanma reaksiyalarını aid etmək olar. Yanma reaksiyaları oksigen qazının iştirakı ilə və istiliyinin ayrılması ilə müşahidə olunan reaksiyalardır. Məsələn, bizim istifadə etdiyimiz, evdə yanacaq kimi istifadə etdiyimiz metan qazının yanma reaksiyasını yazıram. Bu zaman karbon qazı və su əmələ gəlir. Üstə gəlsin su. Bu reaksiyada oksigen iştirak etdiyi üçün egzotermik reaksiya hesab edilir. Deməli, egzotermik reaksiyalar hansılardır? İstiliyin ayrılması ilə baş verir. Effektin qiyməti müsbət Q. Hansı reaksiyalara aiddir? Əksər birləşmə reaksiyaları və yanma reaksiyaları egzotermik reaksiyalara aid edilir. İndi isə endotermik reaksiyalara aid nümunəyə baxaq. Endotermik reaksiyalarda isə istiliyin udulması ilə baş verir. Yəni, bu reaksiyalarda soyuma baş verir. İstilik, yəni maddə tərəfindən udulur. Endotermik reaksiyalara aid edilir əksər parçalanma reaksiyaları. Parçalanma reaksiyalarının Parçalanma reaksiyalarının birləşmə reaksiyalarından fərqi odur ki, birləşmə reaksiyalarında sonda bir maddə alındı. Parçalanma reaksiyaları isə başlanğıcda bir maddə olmalıdır və bir maddədən 2 və daha artıq yeni maddə əmələ gəlməlidir. Məsələn, mənim yazdığım kalium nitratın parçalanmasından bir maddədən 2 yeni maddə əmələ gəlmişdir. Bu zaman bu proses istiliyin udulması ilə baş verir. Yəni, mənfi Q ilə baş verir. Yəni, bizə suallar düşdükdə birləşmə reaksiyalarını egzotermik, parçalanma reaksiyalarını isə endotermik götürə bilərik. Yanma reaksiyaları baş verəcəkdir egzotermik, yəni istiliyin ayrılması ilə. İndi nəyə diqqət edirik? Burada bizim bir istisna reaksiyamız var. Hansı ki, ildırım çaxması zamanı baş verən reaksiyadır. Azotun oksigenlə reaksiyası NO-nun əmələ gəlməsi ilə baş verir. Və bu reaksiyada nəyə diqqət edirik? Bu reaksiya oksigen iştirak etsə də yanma deyil. Və bu reaksiya baş verir, birləşmə reaksiyası olsa da istiliyin udulması ilə baş verir. Yəni, bu reaksiyada istilik effekti mənfi Q-yə bərabərdir.
Və bu reaksiyanın parçalanması da, yəni NO-nu parçalayanda N2 üstə gəlsin O2. Əslində parçalanma reaksiyası olsa da bu reaksiya egzotermik reaksiya hesab edilir. Yəni bayaq qeyd etdiyimin əksi oldu. Qeyd etmişdim ki, birləşmə reaksiyaları egzotermikdir. N2 üstə gəl O2, NO-nun alınması endotermik, parçalanması isə egzotermik proses olaraq qeyd edilir. Daha bir hala baxaq. Maddələrin aqreqat halının dəyişməsi. Maddələr aqreqat halına görə bərk, maye, qaz halına dəyişə bilir. Bəs bu proseslərdə istilik effektinin qiyməti necə olur? Yəni reaksiyanın egzotermik yoxsa endotermik olduğunu müəyyən edək. Deməli, belə müəyyən edilib ki, maddə bərk haldan, deməli, bərk keçir maye, mayədən keçir qaza. Bu prosesə baxaq. Bu proses zamanı bərkdən maye keçməsi üçün, bax, məsələn, fikirləşirəm, su buzdan maye keçmək üçün gərək suyu qızdıraq və qızdırma zamanı o istiliyi udmalıdır. Deməli, bərk maye və mayədən qaz istiqamətinə gedəndə istiliyi udmalıyamsa, Q-nin qiyməti mənfidir. Yəni, bu istiqamətə gedən reaksiyalar hesab olunur endotermik reaksiyalar. Onda bu proseslərin əksi isə hesab olunacaqdır egzotermik reaksiyalar. Düzünə gedirsə bərk maye qaz endotermik, əksinə qazdan maye, mayədən bərkə keçirsə egzotermikdir. Həmçinin bərkdən qaza keçid endotermik, qazdan bərkə keçid isə egzotermik prosesdir. Bununla da biz 7-ci sinifdə olan endotermik və egzotermik reaksiyaların fərqini bir daha nəzərdən keçirdik.